Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli hökumət üzvləri və deputatlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafını təmin etmək və əhalinin rifahını artırmaq məqsədilə bir sıra mühüm tədbirləri əhatə etmişdir. Hesabatda hökumətin müxtəlif sahələrdə həyata keçirdiyi işlər və əldə olunan nailiyyətlər öz əksini tapmışdır. 2024-cü ildə Nazirlər Kabineti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atmışdır. Xüsusilə kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr diqqətə layiqdir. Eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı mühüm tədbirlər görülmüşdür. Sosial sahədə isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə sistemlərinin inkişafı, eləcə də məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hökumət həmçinin əhalinin rifahını artırmaq üçün faydalı sosial proqramlar da reallaşdırmışdır. Nazirlər Kabinetinin fəaliyyəti həm də beynəlxalq əməkdaşlığının gücləndirilməsi və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar da yadda qalmışdır. Bu, ölkənin qlobal problemlərin həllində fəal iştirakını və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsindən ibarətdir. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə böyük qayıdış proqramını həyata keçirir. Bu proqram çərçivəsində infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışı təmin edilməkdədir. Elektrik, su, qaz, təchizatı sistemləri yenidən qurulur, yollar, körpülər və ictimai obyektlər tikilir. Eyni zamanda bu ərazilərdə ekoloji tarazlığın bərpası və dayanıqlı inkişaf üçün də tədbirlər görülmüşdür və görülməkdə davam edir. Gəncə şəhərində də abadlıq və quruculuq işləri aparılır. Şəhərin tarixi və mədəni irsinin qorunması ilə yanaşı müasir infrastruktur layihələri həyata keçirilmişdir. Gəncə şəhərindəki körpülərin, yolların bərpası, binaların dam örtüklərinin yenilənməsi, yeni parkların salınması və ictimai obyektlərin tikintisi şəhərin inkişafına mühüm töhfə verməkdədir. Bu işlər həmçinin şəhərin turizm potensialını artırır və əhalinin həyat şəraitini yaxşılaşdırır. Tezliklə yeni iş yerlərinin yaradılacağına da ümid edirik. Ümumilikdə 2024-cü il hökumətin sosial-iqtisadi inkişafı təmin etmək və əhalinin rifahını artırmaq istiqamətində uğurlu bir olduğunu hesab edirəm. Fürsətdən istifadə edərək faydalı olacağını hesab etdiyim bir məsələni də səsləndirmək istəyirəm. Cənab baş nazir, Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişində böyük xəstəxana kompleksi tikilib və lazımı tibbi avadanlıqlarla təchiz edilibdir. Amma hələ də həmin müəssisə istifadəyə verilməyibdir. Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır. Çünki tək Gəncədə deyil, Qərb regionda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərindən istifadə edirlər. Mən düşünürəm ki, qeyd etdiyim tibb kompleksini istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkillər reallaşmasına dəstək olmanızı sizdən xahiş edirəm. Qarşıdan gələn Novruz bayramımızı və Ramazan bayramımızı təbrik edirəm. Hesabatı müsbət qiymətləndirirəm və səs verəcəm. Deputat həmkarlarımdan da dəstəkləməyə çağırıram. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.